Qayıqda çayın axınının əksinə hərəkət edən balıqçının tilovu qırılır. O, bir dəqiqə sonra tilovun itdiyini görür və o an geri dönür. Tilovu itirəndən nə qədər vaxt sonra balıqçı tilova çatacaqdır. Çayın axın sürəti və qayığın sürəti suya nəzərən sabitdir. Suyun sürəti 2 metr/saniyə bərabərdirsə, balıqçı tilov itirdiyi yerdən nə qədər məsafədə ona çatacaqdır. Zamanın bu anı tilovun qırıldığı an olsa, deməli, tilovun qırıldığı andan sonra qayıqçı çayın əksinə üzür və həmin müddətdə də çay tilovu axıtmış olur. Bir dəqiqə ərzində gəldiyi məsafə bu qayığın, bu da tilovun məsafəsidir. Bu andan etibarən qayıqçı geri dönür və tilovun arxasınca getməyə başlayır və bu müddət ərzində də tilovu yenə çay axıdır. Və geri döndüyü andan üzərək tilova çatana qədər tilovda müəyyən bir məsafə getmiş olur. Deməli, bu ST1 məsafəsini qayıqçı geri dönənə qədər tilovun getdiyi, ST2 də qayığın geri dönərkən tilovun getdiyi məsafədir. Deməli, geri dönən zaman gedilən məsafə qayıqçının əvvəl getdiyi məsafə və tilovun birinci və ikinci zamanlarda axdığı məsafələrin cəmidir. Qayıq əvvəlcə çayın əksinə getdiyi üçün qayığın və çayın sürətləri çıxılır. Geri döndüyündə isə qayıq və çayın sürətləri toplanmış olacaq. Deməli, ikinci halda qayığın getdiyi məsafə, qayığın birinci zaman anda getdiyi məsafəyə, tilovun birinci zaman anda axdığı və qayıqçının geri dönən zaman tilovun axdığı məsafələrin cəmidir. İfadələri yerinə yazsaq, mötərizəni vurub açdıqda islah olunan ifadələri çıxsaq, V qayıq T2, V qayıq T1-ə bərabər olmuş olur. Qayığın sürətləri də ixtisar olunduğunda T1-in T2-yə bərabər olduğunu görə bilirik. Yəni, qayıqçı bir dəqiqə sonra tilovun qırıldığını görür. Deməli, geri qayıdaraq tilova çatdığı məsafəyə də deməli, bir dəqiqə vaxt sərfi olmuş olur. Deməli, bu müddət ərzində tilovun axdığı, yəni getdiyi məsafə bu iki məsafənin cəmi qədər olmuş olacaq. Hər ikisində çay onu axıtdığına görə sürətlər eynidir. Məsələdə verilən 2 metr/saniyə, vaxt isə 1 dəqiqə 60 saniyədir. Deməli, tilov qırıldığı andan 2 dəqiqə ərzində çay boyunca axıb və bu müddət ərzində də 240 metr yol gedib.